Makute firmasına məxsus bizim belə 20 vaatlıq bir məhsulumuz var. İndi bunun içərisindən mən söhbət açıb danışmaq istəyirəm dostlara. Birinci başlığımız nədir? Direl. Bu birinci başlığımız direldir. Bax bu şəkildə taxılır. Burada bunun yerləri var. Rahat taxıldı. Bax burada açar işarəsi var. Açıq vəziyyətdə. Taxandan sonra bağladın bunu. Vəssalam. Məhsulu rahat istifadə edirsən. Sonra da bunu çəkdin qırağa, tutdun. Bax bu şəkildə çəkdin, çıxdı. Bu bizim direlimizdir. Bu bizim dostlar təkər açmaq üçün. Yəni görün nə qədər başlıqları var bunun. Bax bunu da yenə bax burada yeri var aşağısında. Taxtı rahat şəkildə. Bağladın. Təkər açanımız, lobzikimiz var. Bu həm sümük kəsə bilirsiniz bundan. Ayrıca lobzikin özü də var. Baxın. Bax lobzik həm sümük kəsən, ayrı-ayrı başlıqlarda ha bunlar. Yenə də bunların özündən istifadə edirik. Tək nasatqanı taxmaq üçün. Vəssalam. Bax burada çəkirsiniz qabağa, nasatqanı çəkdiniz, buraxdınız. İstədiyiniz nasatqanı taxırsınız yəni. Gücü də çox güclüdür ha. Uqlarız. Bəli, taxta zat ustalar üçün istifadə edə bilər. Ağzında qoruyucusu da var. Taxırsınız. Yenə bu da həminki qaydada istifadə edilməm ki, əlim ayağımı doğrayarım. Sonra polirovka. Altına yapışdırdığınız istədiyiniz ölçüdə olan kağızı polirovka eləyirsiniz. Bu bizim ağızlıqlarla bərabər ot biçmək üçün, xırda budaqları kəsmək üçün. Bu da onundur. Sonra burada nə var? Matapila kimi. Ağızlığı buradadır. Yenə də qalxır. Yenə matapila kimi sepi də var. Onun kimi istifadə edə bilirik. Sonra burada nə var? Kafel arasını 90 dərəcə kəsmək üçün. Bu da var. Makute firması məsələ bu bütün ürünlərlə bir yerdə 20 vaatlıq super bir məhsulu yalnız 470 manata əldə edirsiniz. Bir usta üçün bunun içərisində hər şey var.